Hər vaxtınız xeyir, Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı, izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vuruldu. Bir-birindən yəni qol baxımından belə maraqlı qarşılaşma olmasa da meydan içərisində bir neçə maç var ki, gərgin mübarizənin şahidi olduq. Araz Naxçıvan Şamaxı qarşılaşması 1-1 hesabı ilə başa çatdı. Oyunun ilk hissəsində meydan sahiblərinin üstün olduğu bir qarşılaşma izlədik. Xüsusilə 30-cu dəqiqədən sonra təxmin 35-40 arası dəqiqədən sonra Şamaxının daha çox topa sahib olmağı və qazanılan topları sürətli şəkildə müdafiə arxasına atmaqla cinahlara yayaraq təhlükəli epizodlar yaratmağını izlədik. Yekunda hər hansısa bir tərəfin bir-birini lap belə oyun içərisində ən yüksək səviyyədə üstələdiyini deyə bilmərik. Amma məncə bu 1-1 hesablı nəticə ədalətlidir. Hətta Şamaxının son dəqiqələrdə uzaqdan indirdiyi bir zərbə var ki, qapı dirəyi hesabın dəyişməyinə imkan vermədi. Kəpəz Qarabağ qarşılaşmasında qapılara top vurulmadı. Qurban Qurbanovu çox gərgin, əsəbi gördük mətbuat konferansında. Bəlkə də bir çoxları Qurban Qurbanovun mətbuat konferansında, xüsusilə media nümayəndələri, həmkarlarımız onun bu vəziyyətdə görüb şoka düşdülər. Yəni Qurban Qurbanov da mı etiraz edərmiş, Qurban Qurbanov da mı müəyyən fikirlər səsləndirərmiş. Həmişə sakit, soyuqqanlı davrandığının şahidi olmuşuq. Amma nədənsə Qurban müəllim çox gərgin idi. Xüsusilə Araz Naxçıvanla maçda verilən qərarlara qarşı mətbuatda yazılanları və xüsusilə oyuncularla bağlı səsləndirilən fikirlərə etiraz bildirdi. Təbii ki, biz də bilirik ki, oradan mən də öz payım, mən tərəfdən də müəyyən fikirlər səsləndirilib. Yəni orada çatdırılan mesajlarda çox etirazlar eşitdik. Amma biz Qurban Qurbanov profilini belə görməmişik, belə izləməmişik. Qurban Qurbanov adətən meydanda gördüyü işlərlə gündəmə gəlib. Bu oyunda Azər Bağırov yenə də az belə deyək, daha çox topa sahib olmağa çalışsa da, amma meydanda mübarizlik nümayiş elətdirdi. Komandası bundan əvvəlki oyunlarda hansı motivasiya ilə oyuna çıxdıqları da hər birimizə bəllidir. Yəni bu cür böyük qarşılaşmaları çox fərqli oynayır Azər Bağırov. Mən deyərdim ki, bu cür imkanlarla belə nəticə göstərmək, futbol oynamağa çalışmaq hər bir məşqçinin bacaracağı iş deyil. Necə ki, mən Sumqayıtda Vaqif Cavadov profilini hər zaman ön plana çıxartmışam. Kəpəzdə də Azər Bağırov adını ön plana çıxarıram. Yəni bu cür mütəxəssislərimizə dəstək olunmalıdır, şans verilməlidir. Daha böyük klublarda, daha böyük büdcəli komandalarda imkanlar yaradılmalıdır. Daha gedib Rusiyadan Berozitskiləri gətirmək lazım deyil. Elə sabah Zirə maçına toxunun bu fonda. 1-1 hesablı heç-heçə qeyd alındı. Zirə ilk hissədə heç də yaxşı təsir bağışlamadı, amma fasilədən sonra mərkəzdə xüsusilə itirilən topları tez bir zamanda qazandı və hətta belə deyək, sabahın xətlər arası məsafəni çox yaxın tutmağı, Zirənin boş zonalar yaratmaq imkanını biraz aşağı salmışdı. Amma fasilədən sonraki periyodda artıq sabahın da hücuma çıxmağı ilə bərabər boş zonalar yarandı və Zirə bu qələbə topunu da vura bilərdi. Amma 1-1 hesablı nəticə qeyd alındı. Mən deyərdim ki, sabahda məsələn Berozitski məsələsində toxunuram. Niyə yarım milyon avrolara, dollara qədər məvacib ödəməklə bu məşqçilər təyin gətirilməlidir bu postlara? Niyə öz məşqçilərimizə şans vermirik, imkanlar tanıtmırıq? Yəni çox belə bu suallar aktual suallardır və bunun da alt qatlarını çox yaxşı bilirik. Nələr döndüyünü yaxşı bilirik. Bu baxımdan saatlarda danışmaq olar. Səbail Neftçi qarşılaşmasında Neftçi 2-1 hesabı ilə qələbə qazandı. Səbaildə biraz xaotik bir durum yaranıb. Cavid Hüseynov mətbuat konferansında
öz əsəblərini cilovlaya bilmədi, rəhbərliyə qarşı müəyyən fikirlər səsləndirdi. Yalnızıq, heç kim bizi nə axtarır, nə soruşur kimi bir fikirlər səsləndirib, amma gəlin etiraf edək ki, Cavid Hüseynov da bilirdi ki, gələndə hansı kluba gələcək, burada hədəf nədir, məqsədlər açıqlanmışdı, amma görünən odur ki, Turan Tovuzda o cür imkanı buraxıb, yəni həvəs daha böyük idi. Amma məncə bu da bir təcrübə oldu Cavid Hüseynova. Növbəti məşqçilik periodunda daha təmkinli davranmaq lazımdır. Əgər rəhbərliyi media önündə ortaya qoyarsansa, heç üstlərindən 1-2 saat keçməmiş səni də qapı önünə qoyarlar və bunu Cavid Hüseynov timsalında gördük. Yəni Səbail daha çox topsuz oyunda üstünlük verir, daha çox qatışa da oyuncu keyfiyyətsizliyi də var təbii ki. Yəni bu da müəyyən qələbələr qazanmağında problemlər yaradır. Neftçi isə qalib gəldi, amma o Neftçi deyil. Hələ də biz o Neftçini hələ də tapa bilmirik. Bu mövsüm Samir Abbasov gəldikdən sonra 1-2 oyun izləmişik, amma tam mövsümü bu davamiyyət yoxdur. Turan Sumqayıt maçı ilə bağlı dünənlərim geniş danışmışdıq. Sumqayıt qələbə qazandı. Vaqif Cavadov sakit özünü meydana verdiyi təqdirdə istənilən uğurlu nəticələri qazana biləcəyini göstərdi. Amma orada da yəni oyuncu keyfiyyəti yüksək olacağı təqdirdə necə Azər Bağırovla bağlı bu fikirləri səsləndirir. Eynilə Vaqif Cavadovla da bağlı bu fikirlərə dəstək vermək istəyirəm. Yəni kifayət qədər biraz büdcəsi yaxşı olan kollektivlərə gedib bu məşqçilərə daha çox şans vermək lazımdır. Onda da onların daha potensialı ortaya çıxar və məncə də uğurlu karyerada, yəni böyük klublar, daha büdcəli klublarda uğurlu nəticələr də qazana bilərlər. Bəli, əziz dostlar, yeni videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.